Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizi bu günləri Heydər Əliyev adına parkın düz qarşısında gözəl, 3 otağa düzəlmə, kupsalı, ipotekaya yararlı bir mənzillə sizin qarşınızdayım. Çox gözəl, çox təmirli, zövqlə təmir olunmuş bir mənzildir. İpotekaya da yararlıdır. Gedək mənzilimizlə tanış olaq. Hə, Kərbalay. Xoşum gəlir də belə pirixojada belə güzgü ilə belə bəzədilməsi. Çıxdın evə. Evdən çıxanda bir dənə baxdın güzgüyə, sonra qapı. Bura giriş hissəmizdir. Giriş hissəmizdir və kermoqrantla üzlənmiş bütün hissələr hamısı istifolu. Pirxoja üçün də yer orada ayrılıb. Və belə hamam sanuzelimizdir. Mənzilimiz ipotekaya yararlıdır. Kupçalıdır və 3 otağa düzəlib. Və burada belə bir körpə balalarımız üçün nəzərdə tutulmuş belə bir xudmani otaq. Sonra canım sən desin. Burada belə bir qonaq otağımız və belə bir gözəl led lüstrümüz, gizli işıqlarla TV stendimiz mövcuddur və burada da belə bir Kərbalay mətbəx hissəmizdir. Həyətimiz də var. Gözəl belə bir Kərbalay göstərək və gözəl belə bir həyətimiz, stadionu, uşaqlar üçün, körpələr üçün əylənməyə yeri. Xırdalanın belə deyim də bura ürəyidir, mərkəzidir qardaşım. Və belə bir yataq otağımız mövcuddur. Yataq otağından da burada da balkonumuz mövcuddur. Mənzilimiz 65 kvadratdır. 65 kvadrat, 2 otaqdan 3 otağa düzəlmə, sənədlərimiz kupça, yerimiz mərkəz, mərtəbəsi orta. Allah alanı da satan da xeyir versin. 114 əmlak olaraq hər birinizin xidmətindəyim.